Assalamualaikum. Bu videomuzda bizden 55 milyondan başlanıp daha 148 milyona bulan Cobalt avtomobillərini obzorunu edəmiz. Abunə olub like basmasını unutmayın. Rəhmət. Cobalt gök rəngdə 2014-cü il ikinci pozisiya, metalları var. Aytılış bahası 55 milyon. Egesinin numara var. Bemal telefonsuz olarak çıxıb qalan məlumatlarını telefonda bölüb alsanızlar olardı. Ürgəncdə yerləşən maşinimiz. Növbətdəki Cobaltımız 2019-cu ildə işləb çıxarılan Sveltsvet. Polni kraska olğan. Lakin əldə arxası bütün. İndi mənim şeyim başlayan. Metalları var. UM məsafəsi 268.000 kilometr. Narxına geçsək 78 milyon. Geçən nömrəni qoyun, bemal telefon təvərəslə. 2014-cü il 300.000 kilometr yürüyən, balonları taza 40% cayında kraskası var. Narxına geçsək 80 milyon. Maşınımız Ürgənc şəhərində yerləşən. 2019-cu ildə işləb çıxarılan ağ svetli avtomat korobka. 4 eşikləri şumça boğan pokoleniya metan koyulğan. 10% yerində kraskası var, 193.000 kilometr yürüyən. Narxına geçsək, narxı 95 milyon. Egesinin nömrəni qoyamız, bemal əlaqəsizsanızla gəlişib alsanızla boladı. Keyinki maşınımıza geçsək, indi daxilası 2022-ci il mokri svet, propan qaz pokoleniya, 4-cü pokoleniya onlatılğan. 68.000 kilometr yürüyən, narxına geçsək 119 milyon. Egesinə vursanızla gəlişib bərərik daxilası. Bu maşınımızdan dımqızıqlı Şavatda yerləşən 110.000 kilometr yürüyən 2022-ci il Sviji maşın, avtomat korobka. Narxına geçsək, narxı 125 milyon aktif dəqiqəsi bemal telefon olarak çıxıb gəlişib basanızla boladı. 2025-ci ildə işləb çıxarılan 12.000 kilometr yürütübdü. Metalları koyulğan. Polni radnoy, ideal halatda maşinkadır bu yerləri. Ürgənc şəhərində yerləşən. Bemal egesinə telefonsuzda gəlişib bərədir. Narxını egesi 148 milyon da tutdu. Avtomat korobka 12.000 kilometr mənim üçün normal. Bemal telefon təvəssülə.